Çünki səhabələr, təbiinlər, böyük imamlar, hədis alimləri heç biri deməyib ki, öz başınıza Allahın kəlamını və Peyğəmbərin hədislərini izah edin özünüz. Və qadağan etməyiblər alimlərdən soruşmağa, əksinə rəğbətləndiriblər alimlərə qayıtmağa, elm əhlinə qayıdıb soruşmağa, öyrənməyə və Allah Taala'nın hikmətindən budur ki, Allah Taala insanları iki qismə bölüb. Cahillərə və alimlərə. Və o alimlər hansılar ki, Allah Taala onları başqalarından üstün edib, dərəcələrini qaldırıb, onlar bizə bu dini çatdırıblar olduğu kimi, açıqlayıblar olduğu kimi. Məsələn ki, Allah Taala mədh edib onları deməklə ki, de bilənlərlə bilməyənlər heç biri ola bilərmi? Həmçinin deyib ki, Allah Taala sizdən iman gətirənlərin və elm verənlərin dərəcəsini yüksəldər. Bu da göstərir ki, alimlərin məqamı ucadır. O kəs ki, insanları yayındırır alimlərdən, əslində o alimlərin məqamını alçatmağa çalışır. Və demək ki, onların başqalarından heç bir üstünlüyü yoxdur, onlara qayıtmayın. Bu alimlərin şənini azaltmaqdır. Çünki insanların heç də hamısı ayə və hədislərin hökmlərini bilmir. Ayə və hədislərdən hökmləri çıxarmağa eyni imkana malik insanlar deyil. Əslində belə demək özü Quran və sünnəyə ziddir.